Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Assalamu aleykum. Değerli insanlar, əziz müsəlmanlar, Allaha təslim bəndələr, Allahın salamı ilə hamınızı salamlayıram. Bugünkü bizim Quran-ı Kərim söhbətimiz, Quran dərsimiz əcr, savab ilə əlaqəli olacaq. Bu barədə Quran-ı Kərimdə 48 ayə keçməkdədir. Əcr bildiyimiz kimi etdiyimiz əməllərin qarşılığında Allahın bizə verəcəyi mükafat, savab mənalarına gəlir. Bizim hər etdiyimiz yaxşı işin də, bizim etdiyimiz ibadətin də əvəzi Allah 10 qat artığı verəcəyini deyir. Hər bir ibadətin də, hər bir yaxşı əməlin də, etdiyimiz yaxşı işlərin, hər bir yaxşı işin əvəzi olaraq əcri, savabı 10 qat artıq olacağını Allah Taala Quran-ı Kərimdə bildirir. Bu arada kanalıma abunə olaraq Omus 55-155 kanalımda Quran dərsləri mövcuddur. Playlist bölməsində oradan Quran dərsləri izləyə bilərsiniz, paylaşa bilərsiniz. Anlaşılmaz məsələ olsa şərh bölümündə fikrinizi bildirə bilərsiniz. Əcrin nə demək olduğunu bir ön sözlə anlamağa çalışaq. Əcr nə demək? Bir iş və ya xidmət qarşılığında verilən şey. Bir iş eləyirsiniz, hər hansı bir xidmət eləyirsiniz, əvəzində aldığınız bir şey. Əcr. Ücrət, savab, səbir və təvəkkülün qarşılığı mənəvi mükafatlar mənalarına gəlir. Etdiyimiz yaxşı işlərin, etdiyimiz ibadətlərin bizə veriləcək mənəvi mükafatlar mənasına gəlir. Biz bu dünyada imkan olanda biz kiməsə yardım eləyirik. Sədəqə ancaq yemək içməkdən ibarət deyil. Sədəqə hər bir etdiyimiz yaxşı iş, hər bir insanlara etdiyimiz maddi mənəvi kömək, kiməsə yaxşı nəsihət, öyüd nəsihət vermişsinizsə, o da sədəqədir. Əgər bir insana bir işdə, bir işlə əlaqəli, hər hansı bir məsələ ilə əlaqəli ona yaxşı öyüd nəsihət versəniz, əgər sizin yaşınız çoxdur, gələcək nəsillərə verəcəyiniz öyüd nəsihətiniz gözəl şəkildə olsa, həyatınızda etdiyiniz səhvlərin səhv olduğunu anlayaraq onlara doğruları anlatsanız, bu əcr, bu savab olar. Biz də belə möminlərdən olaq və gələcək nəsilləri düşünən, ağlını işlədən, təfəkkür eləyən, yalnız Quran yolunu gedib Allaha qul olan bəndələr, insanlar yetişdirək. Özümüz Quran əxlaqı ilə əxlaqlanaq və gələcək nəsli də Qurana təşviq eləyək. Quranla maarifləndirək. Axirətdə bizim etdiyimiz yaxşı işlərin bizə veriləsi mükafat da həmin budur, əcr, savab. Əcr məsələsinə bir misal, Muhammed Allahın rəsuludur və o son nəbidir. Muhammed Peyğəmbər axırıncı rəsuldur və o son nəbidir, ondan sonra Peyğəmbər gəlməyəcək. Onunla bərabərində olanlar inkarçılara qarşı sərt, kafirlərə, haqqı bilib örtənlərə qarşı sərtdirlər. Bir-birlərinə qarşı mərhəmətlidirlər. Müsəlmanlar özləri arasında mərhəmətlidirlər. Ancaq onlar kimə qarşı sərtdirlər? İslama düşmənçilik eləyənlərə qarşı sərtdirlər. Biz də elə olmalıyıq. İslama kim düşmənçilik eləyirsə, dinə kim xələl gətirirsə, kim olursa olsun, biz onlarla dostluq eləyə bilmərik. Dinə, İslama zədə gətirən, onun mənəviyyatını korlamağa çalışan insanlarla biz dostluq eləyə bilmərik və biz onlarla sərt davranmalıyıq. Öz aramızda biz
yumşaq davranmalıyıq. Biz bir-birimizin qardaşıyıq. Əl-muslimul əxul muslim. Digər dərslərdə dediyi kimi bu dərsdə təkrar eləyirəm. Müsəlman müsəlmanın qardaşıdır. Biz qardaş kimi olmalıyıq, dost kimi olmalıyıq və bir-birimizə etibarlı şəxslər kimi bu dünyada yaşamalıyıq. Etibar, daveriya qazanaq. Bir insanın adı çəkilən kimi o yalan danışan, o sözündə durmayan, belə bizdən belə söhbət getməsin. Bir adamın adı çəkiləndə, hər hansı bir şəxsin adı filan kəs deyiləndə desinlər ki, adam mötəbər, əhdinə vəfa göstərən, cömert, gözəl əxlaq sahibi, bacardığı yardımı eləyən, əxlaq sahibi, insanlara gözəlliyi tövsiyə eləyən, pisliklərdən insanlara çəkindirən bizi belə təfsir eləsin. İnsanlara ad deyiləndə o atan adamdır, pulu versən o bizi aldadacaq, hansısa mal versən o atacaq, sözündə durmayacaq, borc verəndə borcu qaytarmaq istəməyəcək, olaraqdan pul verməyəcək, belə şeylər danışmasın bizdən. Bizdən gözəl şəkildə söhbət olunsun və biz heç vaxt daveriya, özümüzə güvəni itirməyək. Bu dünyada güvəni itirməyək, güvənilir, daveriyalı insanlar olaq. Həm də öz aramızda biz mərhəmətli olaq. İslama düşmənçilik eləyənlərlə düşmən olaq, öz aramızda biz özümüzlə qardaş kimi olaq. Kim olursa olsun. Rus olsa, yevrey olsa, fransız olsa, əgər onlar dinə xələl gətirmirlərsə, əgər onlar İslama yumşaq davranırlarsa, onları dost seçə bilərsiniz. Ancaq kim dinə düşmənçilik, İslama, müsəlmanlığa düşmənçilik eləyirsə, onları dost seçə bilməzsiniz. Onları rükuya varırkən, səcdə edərkən görürsən, Allahdan lütf və razılığını istəyirlər. Biz Allahdan lütf və razılığını istəyək. Səcdədə və rükuda olaq. Onların əlaməti üzlərindəki səcdə izi və səcdə aydınlığıdır. Yəni Allaha qul olan insanlardır. Səcdə izi və səcdə aydınlığı deyiləndə o alnındakı səcdə izi, o şiələr o səcdəni eləyirlər, o daşın üstündə, o izdən söhbət getmir. Mənəvi izdən söhbət edir və mənəvi aydınlıqdan söhbət edir. Yəni Allaha qul olan insanlardan söhbət gedir. Bu onların bütün ilahi kitablarında danışılan vəsfidir. Bizim səcdə aydınlığımız, qul olmağımız bütün ilahi kitablarda 25 dənə Adəm peyğəmbərdən Muhammed peyğəmbərə qədər verilən kitablar bütün kitablarda müsəlmanları belə vəsf eləyir. İncildə də belə vəsfləndirilmişdir insanları. Buna bir bənzətmə. Tumurcuğu çıxmış, onun qüvvətləndirilmiş, qalınlaşmış, gövdəsi üzərində dikilmiş, kənd təsərrüfatçıların xoşuna gəldiyi əkin kimidir. Allah beləcə bunları çoxaldıb qüvvətləndirməklə inkarçıları öfkələndirir. Allah iman edib salih əməl işləyənlərə məğfirət və böyük əcr mükafat vəd etmişdir. Bağışlanma vəd edilmişdir və ölənə qədər biz tövbə şansı var bizdə. Öldükdən sonra tövbənin faydası yoxdur. Ölənə qədər bizim tövbə eləmə şansımız var və biz o şansdan istifadə eləyərək etdiyimiz günahlara görə Allahdan bağışlanmağımızı istəyək. Tövbə dönüş deməkdir. Onun üçün hər hansı bir din xadimi və yaxud da hansısa özünü molla hesab eləyən insanların yanına gedib hansısa ritualı həyata keçirməyin mənası yoxdur. Dönüş, tövbə dönüş deməkdir və bir daha o günahı işləməmək deməkdir. Bəs biz müsəlmanlar bir-birimizə qarşı mərhəmətliyikmi? Sual. Mərhəmətliyikmi? Bir-birimizə qarşı daveriya, güvən, hörmət, qayğı varmı? Öz aranızda sorğu-sual eləyin. Varmı bu şeylər?
Güclü zəifi yıxır. Görürük biz bunları. Müsəlmanlar arasında olan şeylər də var belə. Güclü hər zaman zəifi yıxır. Bütün insanları qəsd eləmirəm. İnternetdə, YouTube'da, orada, burada biz görürük. Belə şeylər baş verir. Amma bu şeylər baş verməməlidir. Əgər iman əhlidirsə, bir adam güclüdürsə, onun haqqı yoxdur ki, zəifi yıxsın. Belə bir şey olmaz. Yenə deyirəm, bütün insanları burada mən nəzərdə tutmuram. Bəzi insanlardan söhbət gedir. Elə güclü insanlar var ki, çox təvazökardır. O adam heç qarışqanı belə incitmir. Belə təvazökar, güclü insanlar da var. Ancaq mənim dediyim cahil müsəlman olaraq özünü güclü və ya o sportla məşğul ola bilər və yaxud da hansısa nə isə məşğul ola bilər və güc var, güc qazanıb, oput yığıb və özünün kimi oput olmayan insanlara qarşı sərt müamilə eləyir və onlarla pis rəftar eləyir və döyüşəndə də o qazanacaq əlbəttə. Çünki qarşısında olan insan onun oputu yoxdur. Deməyim ondadır ki, güclü zəifi əzir. Müsəlmanlarda bu müşahidə olunur. Belə olmasın. Güclülər zəiflərə köməklik eləsinlər, əzməsinlər. Zəngin imkansızı əzir. Zənginlər də imkansızı əzməyə çalışacaqlar. Hər hansı dolayı yolla olsun. Hər hansı bir yollarla onu əzməyə çalışacaqlar. Hansı alış-verişdə, hər hansı bir işdə, harda olursa olsun onu əzməyə çalışacaqlar. Ona işləməyə imkan tanımayacaqlar. Bu kimi və s. nə olursa olsun düşünə bilərsiniz. Ancaq zəngin yoxsulu əzməməlidir. Zəngin yoxsula şərait yaratmalıdır ki, o da imkanlı qazanc eləsin və alın təri ilə halal qazanc pul qazansın. Halal qazancla pul qazansın, bu lori dillə deyək, belə olur. Çünki insanların hamısı çalışırlar pul qazanmaqdan ötürü, amma insan Allah rızasını qazanmaqdan ötürü hər bir şey eləməlidir, həm çalışmalıdır, həm çaba göstərməlidir, hər bir şey Allah rızası üçün olur. İndi insan çalışanda əvəzində pul götürür, stroykada işləyir, şaxtada işləyir, mebeldə işləyir, harda işləyirsə işləsin, halal zəhmət olsun, zəhmətin qarşılığında pul insanlar götürür. Bu belə olmalıdır. Bunun başqa forması yoxdur. Əvəzində insan çalışırsa, əvəzində pulunu götürməlidir, qazancını almalıdır. Zəngin heç vaxt yoxsulu əzməməlidir, imkansızı əzməməlidir. Zəngin əksinə imkansıza pul qazanmaya şərait yaratmalıdır. Düşənə əl uzadan yox. Bir insan düşür, ona əl uzadan çox az insan. Bu mənəvi düşüklükdən söhbət gedir, yıxılan insandan söhbət getmir. Bir insan əgər düşübsə, bir insan əgər imkanı yoxdursa və yaxud da o da kiməsə bir şey deyə bilmirsə, zəngin olan insanlar onu görmürlər, ona baxmırlar. Ancaq o həmin zəngin insanlar, kim olursa olsun, Rockefeller özü ilə nə apara bildi? Rockefeller qədər zəngin olan insanlar mən tanımıram. Özü ilə nə apara bildi? Bir neçə metr o kəfən apardı. Başqa bir şey apara bilmədi. Bunun üçün hələ ki biz sağıq, hələ ki biz yaşayırıq. Allah rızası üçün imkanı olmayanlara Allah rızası üçün köməklik eləyək, maddi mənəvi. İndi bütün insanlara maddi köməklik ehtiyacı olduğuna görə, maddiyatın bütün insanlığı ehtiyacı olduğuna görə pul ilə kömək eləyə bilərsiniz ehtiyac sahiblərinə, maddi kömək. İndi bir insan əgər xəstədirsə, o həkimə rəsxod eləyəcək. Bir insan əgər geyinməyə paltarı yoxdursa, o paltar alacaq. Evdən nəyisə ehtiyacı varsa onu eləyəcək. Hansısa borclar yığılıbsa, kommunalka onu ödəyəcək. Deməyim odur ki, yardımı pul ilə eləsəniz, o adam pul ilə çox şey qarşılaya bilər. Həm zəkat verəndə də pulla vermək daha məqsədə uyğundur. Zəkat indi
buğdayla verənlər də var, adətdir deyə. İndi pulla olsa daha məqsədə uyğun olaraq insanlar öz ehtiyaclarını giderə bilirlər. Düşənə əl uzadan yox. Çalışaq düşənə əl uzadaq. İmkansız vəziyyətdə qalmış, imkansızlığı içerisində olan insanları biz hamımız görürük, bilirik, eşidirik. Onlara biz yardım eləyək. Onları biz ayağa qaldıraq. Düşdükləri çuxurdan onları çıxardaq. Düşdükləri çuxur, yıxıldıqları burada məcazi deyirəm mən. Yəni biz onları qaldıraq və onlara da şərait yaradaq. Yardım eləyək onlara. Maddi mənəvi dəstək göstərək. Birlərinə qeybət və iftiraları əksilmir. Bunlar da biz görürük. İnsanlar bir-birinin qeybəti eləyirlər. Bu şeylər də eksik olmur. Bir yerə bir insanlar yığanda başlayırlar qeybətə. Bu xoş görülməyən bir məsələdir. Bu da azmış kimi özümüzə məzhəb və firqələri seçib bir-birimizə düşmən kimi davranırıq. Düşmən kimi niyə deyirəm? Çünki burada başqa bir qarşılıq veriləsi söz yoxdur. Bu bayaq dediyim, sadaladığım şeylər eksik, azmış kimi bir də məzhəbçilik arada yayılaraq insanlar, müsəlmanlar bir-birinə düşməndirlər. Deyəcək ki, bu mənim imamım belə deyib, sənin imamın belə deyib, bizim məzhəb belədir, sizdə bu məsələ fərqlənir. Bunlar içərisində biz dava qırğın içərisindəyik. Bir-birinə düşmən kimi müamiləni burada. Bir-birinə düşmən kimi niyə deyirəm? Bir-birinə kobud niyə demirəm? Çünki insanın ən sevmədiyi şəxs onun düşmənidir. Çünki həmin insan həmin anda məzhəbçilər arasında bir-birinə düşmən kimi müamilə görərək özlərinin hər iki tərəf özünün doğru olduğunu bilərək düşmən müamiləsi eləyəcək. Bəs belə etdiyimiz halda Allah razı olacaqmı bizdən? Allah bizim qardaş olmağımızı istəyir. Müsəlmanların qardaşıdır. Məzhəb, din adı altında bunları elədiyimiz halda Allah razı olarmı? Biraz özünüz də düşünün. Düşüncəmizdə biz din yaşayırıq deməkdəyik. Düşüncəmizdə elə etdiyimiz halda biz deyirik ki, biz din yaşayırıq. Məzhəb alimi o nə deyibsə o. Bəs Allah nə deyibsə onu niyə eləmirsən? Səni yaradan, həyat verən, yaşadan, öldürən, öldükdən sonra dirildən, hər bir neməti bizim üçün verən uca Allahı niyə çağırmırsan? Ona niyə baş əymirsən? Allahın bildirdiyi yolla niyə dini yaşamırsan? İnsanların bildirdiyinin dalınca niyə gedirsən? Özünüzü bir sorğulayın, araşdırın. Bəlkə sorğulamadığımıza görə bu şeylər baş verir. Bugündən sonra sorğulayın. Biz özümüzü xurafatlar arasında itirmişik. Əfsuslar olsun, bu etdiyimiz halda biz xurafatlar arasında özümüzü itiririk və bir-birinə düşmən kimi müamilələr aparırıq. Dində insanların aqressiyası artıb, bunu da biz müşahidə edirik. Kim nəsə desə ona qarşı cihad vəziyyət olacaq. O niyə belə şey dedi, mən ona göstərərəm, dağıdaram, vuraram. Bu aqressiya niyə lazımdır? Nəyə görədir bu aqressiya? Ən aqressiv adam, sən də öləcəksən. Kim olursa olsun, ən aqressiv olsun ki, canavar deyək. Heyvan, canavar türündən. O aqressiv heyvandır. Amma o da ölür. Biz niyə aqressiya göstəririk insanlara, cəmaata, bəşərə? Niyə aqressiya var bizdə? Niyə düşünüb qavraya bilmirik? Niyə özümüzü belə səbirli apara bilmirik? Bu dediklərim bütün insanlara aid deyil. Baxdığım, gördüyüm, həyatımda müşahidə elədiyim, internetdə də belə şeylər rastlaşıram. Və orada mən görürəm müsəlmanlar necə davranır. Oradan gördüyümə görə bəzi misallar sizə çəkirəm. Müsəlmanlarla qardaş olan gözəl şəxsiyyətlər var. Hər zaman belə olmağı mən onlara tövsiyə edirəm. Allah Taala da hər bir müsəlmana yaxşılığı əmr eləyir, pislikdən çəkinməyi Allah Taala əmr eləyir. Bütün müsəlmanın
vəzifəsidir bu. Ancaq bəzi müsəlmanlar əfsuslar olsun belə şeylər eləyirlər. Aqressiya eləməyək. Uydurmaları din adı altında təbliğ edib onu da din kimi yaşayanlar var. Firqələri, məzhəbləri və yaxud da digərləri. Məzhəb alimlərin heç birisi özünə məzhəb adı altında bir şey qurmuyub. İnsanlar sonraki dövrdə onları məzhəbləşdiriblər. Heç bir alim deməyib ki, bu mənim məzhəbimdir, mənim dalınca gəlin. Onların belə bir təfəkkürü yoxdur. İnsanlar onu uyduraraq firqə formasına gətiriblər. Yalnız Allahın dinini insanlara çatdıranda insanların çoxluğu sizə düşmən kəsiləcək. Yenə düşmən niyə deyirəm? Çünki müamilə belə olur. Allahın dinini insanlara çatdıran kimi sən düşmən olacaqsan insanlar da Quranist, hədis inkarçısı, imamlar inkarçısı deyə sizi adlandıracaqlar. Daha düşünmürlər mən nə danışıram. Mən və yaxud da bir digəri Qurandan söhbət eləyəndə artıq həmin insanlar düşünmürlər mən nə danışıram. Mən nə deyirəm düşünmürlər. Çünki düşüncələrində problem var. Düşünən, ağlını işləyən insanlar var. Mən hər zaman onlara hörmətim var və hər zaman da onlara Allah rızası üçün hörmət eləyirəm ki, Quranı anlayan dilində oxuyurlar və anlamaq istəyirlər. Onu anlamaq istəməyənlər də mənə Quranist deyəcəklər, hədis inkarçısı deyəcəklər, imamları inkar eləyən deyəcəklər. Mən bunları eləmirəm. Mən nə Quranisəm, nə hədis inkarçısıyam, nə də imamları inkar eləyirəm. Mən yalnız Allahın dinini olduğu kimi insanlara çatdırıram və sizi də doğru dinə çağırıram. Doğru dinə, Allahın dininə. İnsanların uydurduqlarına yox. Biz deyirik Muhammed ümmətiyik. Muhammed belə etdiyimiz halda bizdən razı qalarmı? Ahirətdə Muhammed Peyğəmbər bizi görəcək. O zaman bizdən o razı olarmı? O müsəlmanların bir-birinə qardaşdır dediyi hədis, bu da Qurana uyğun olduğuna görə hədis kimi biz onu qəbul edirik. Biz bir-birimizlə necəyik? Muhammed Peyğəmbərin hədisi bir müsəlmanın qardaşıdır, Qurana da uyğun hədisdir. Biz bir-birimizə qardaş kimiyik? Olanlar var, amma çox az. Qardaş kimiyik, yoxsa yox? Biz hər zaman Allahın rızasını qazanmaya çalışaq, mərhəmətli, rəhimli, gözəl əxlaq sahibi olaq, Quran əxlaqı ilə əxlaqlanan gözəl şəxsiyyət olub, gözəl imanlı, təqvalı nəsillər yetişdirməyə çalışaq, buna çaba göstərək. Quran ayələrinə keçək. Əl-Bəqərə 62. Şübhəsiz ki, möminlərin, Yahudi, Xristiyan və sabilərdən Allaha və axirət gününə iman gətirənlərin və yaxşı iş görənlərin mükafatı öz Rəbbi yanındadır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. Xristiyan və Yahudinin də iman əhlinin, yaxşı iş görənlərin mükafatı axirətdə olacağını uca Allah bildirir. Bir də çox verilən suallardan biri də Xristiyan və Yahudi cənnətə gedəcəklərmi? Belə suallar çox verilir. Biz də Quranda görürük, Allah iman edənlərin mükafat verəcəyini deyir. Həm Xristiyan, həm Yahudi, həm də müsəlman. Hər birisinə iman əhli olub onların mükafat verəcəyini Allah Teala Quranda deyir. Artıq o sualı verməyin mənası yoxdur. Xristiyan və yaxud da Yahudi onlar cənnətə girəcəklərmi? Sualın mənası yoxdur. Çünki Allah Teala deyir, həm Xristiyanlar, həm Yahudilər iman edənlərin mükafatları Allah qatındadır. Dediyi halda girənlər olacaq. Çünki iman əhli, Allah Teala iman əhli, doğru dini yaşayan insanları Allah Teala müjdələyir ki, cənnət bağçaları ilə, cənnətlə müjdələyir. Mallarını Allah yolunda xərcləyənlərin məsəli 7 sümbül verən bir toxumun məsələnə bənzəyir ki, sümbüllərin hər birində 100 dənə olur. Tərcihi seçimi doğru edənə Allah qat-qat artığını verir. Allah hər şeyi əhatə edən biləndir. Bəqərə 262. Mallarını Allah yolunda xərcləyənlərin və xərclədiklərinin ardında minnət qoymayan və əziyyət verməyənlərin Rəbbi yanında mükafatları vardır. Bir adam əgər kiməsə yaxşılıq etsə, onu da onu inciyəsi şəkildə desə, bu halda insan günaha batar.
Yaxşılıq etdiyinizdə onları incitməyin. Bir insanı yedirdikdən sonra deməyin ki, mən onu yedirdim. Belə anlayışlar olmasın. Bir insana yardım etdikdən sonra insanlar arasında deməyin ki, mən ona yardım elədim, paltar verdim, pul verdim. Belə şeylər olmasın. Yardımı Allah rızası üçün eləyin və gizlicə eləyin o yardımı. Qısacası yaxşılığı Allah rızası üçün edin və yaxşılığı insanların üzünə vurmayın. Etdiyiniz yaxşılığı insanların üzünə vurmayın. Allah rızası üçün eləyin hər bir yaxşılığı. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. Xoş söz demək və xətaları bağışlamaq kömək etdikdən sonra qarşı tərəfi incitməkdən yaxşıdır. Edəcəyiniz kömək Allahın ehtiyacı olmaz. Allahın ehtiyacı yoxdur edəcəyiniz köməyə. Özünüz üçün eləyirsiniz, Allah rızası üçün eləyirsiniz, Allahın rızasını qazanmaqdan ötürü eləyirsiniz. Amma o yumşaq davranır. Allah Taala hər zaman bizimlə yumşaq davranır. Biz nə ediriksə özümüzə edirik, yaxşısını da, pisini də. Ey iman gətirənlər, sədaqələrinizi özünü cəmaata göstərmək məqsədi ilə xərcləyən, Allaha və axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin. Sədaqələri verəndə minnət qoyaraq və əziyyət verərək sədaqə verməyin, Allah Taala deyir. Sədaqəni Allah rızası üçün könüldən, ürəkdən verin. Yaxşılıq etməyi göstəriş və özünüzə minnət qoydurmaqla puç etməyin. Yaxşılıq eləyirsiniz göstəriş üçün və minnət qoyduraraq yaxşılıq eləyirsiniz və etdiyiniz halda o yaxşılıq puç olur, yox olur. Bunun məsəli üzərində torpaq olan hamar qayanın məsəlinə bənzəyir ki, şiddətli yağış yağıb onu çılpaq hala salmışdır. Allah bizə Quranda bənzətmək kimi məsələlər çəkir. Onlar qazandıqlarından heç bir şeyə nail olmazlar. Çünki onlar etdikləri yaxşılığı göstəriş və ad qazanmaq məqsədi ilə ediblər. Bu da yaxşılığı puç edir. Allah kafir xalqı yola gətirməz. Çünki onlar yoldan çıxmayı özlərinə tərcih ediblər. Allah da hər kəsə seçimi verib. Allah Taala qiyamətə qədər hər bir insana seçimi verib. Bəqərə 265. Mallarını Allahın razılığını qazanmaq və nəfslərini möhkəmləndirmək üçün xərcləyənlərin məsəli təpə üzərindəki bağın məsələsinə bənzəyir ki, ona şiddətli yağış düşdükdən sonra o öz bəhrəsini 2 qat verər. Hərgah ona şiddətli yağış düşməzsə, narın yağış da bəs eləyər. Allah sizin nə etdiklərinizi görür. Mallarını gecə və gündüz gizli və aşkar xərcləyənləri öz Rəbbi yanında mükafatları vardır. Gizli və aşkar. Gizli də verə bilərsiniz, aşkar da bilərək də verə bilərsiniz. Ancaq reklam olmasın. Kiməsə yardım eləyəcəksənizsə reklam kimi eləməyin. Onu göstəriş kimi olmasın. Video çəkərək bir insana padarka və yaxud da bir paket produkta pul verirsiniz, video çəkərək eləyirsiniz bu işləri. Bu işlər olmasın. Belə etdiyiniz halda ancaq ad qazanırsınız və yaxşılığınız puç olur. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. Ali İmran 55. O vaxt Allah dedi: Ey İsa, mən sənin həyatına son qoyub özümə tərəf qaldıracağam. Səni vəfat etdirəcəyəm. Bildiyimiz kimi İsa Peyğəmbər adi insan kimi ölüb və ruhu Allah qatındadır. Səni kafirlərdən təmizləyəcək və sənin ardınca gedənləri qiyamət gününə qədər kafirlərdən üstün edəcəm. İsa Peyğəmbərin dalınca gedən, onun dediyini eləyənləri Allah Taala deyir. Sonra sizin dönüşünüz mənə olacaq. Mən də ixtilafa düşdüyünüz şeylər barəsində sizin aranıza hökm verəcəyəm və bu dünyada bizim ixtilafa düşüb də həll olunmayan məsələlər, əgər biz öldükdən sonra Allah Taala ixtilafa düşdüyümüz məsələlər barəsində hökm verəcəyini qiyamətdə bildirir. Və İsa Peyğəmbər də bütün bəşər kimi ölüb, ruhu Allah qatındadır. Bəzi insanlar, bu barədə mən bir neçə dəfə demişdim, bəzi insanlar qiyamətə yaxın İsa Peyğəmbərin göydən zuhur eləyəcəyini gözləyirlər. Mahaçqalada və yaxud da Özbəkistanda bir neçə məscid tikilib bu barədə və onlar o həmin məscidə İsa'nın huzur olacağı, göydən iniş eləyəcəyini gözləyənlər var. Bu Qurana uyğundurmu? Yox. Uydurma bir şeydir. Uydurma bir şeyi də dinə soxuşdururlar. Ən son Peyğəmbər Muhammed Əleyhisselamdır. Ondan sonra heç bir Peyğəmbər olmayacaqdır. Nə Mehdi, nə İsa, nə Musa. Onlar hamısı vəfat olunublar, ölüblər.
Ruhu Allah qatındadır. Qiyamətdə diriləcəklər. Necə ki biz diriləcək, bizim kimi onlar da qiyamətdə diriləcəklər. Sağ olan heç bir insan səmada yoxdur. İsa Peyğəmbər səmada deyil. O ölüb. Onun ruhudur. Göyün qatında olan onun ruhudur. 7-ci qatında. Kafirlərin ruhu 1-ci qatda qalır. Möminlərin ruhu 7 qat səmaya ucalırlar. Ali İmran 56 ayətləri görməzlikdən gələnlərə isə bu dünyada və axirətdə şiddətli əzab verəcəyəm. Onların köməkçiləri də olmayacaqdır. Allah Teala deyir ayətləri görməməzlikdən gələnləri. Bunu Allah Teala müxtəlif şəkillərdə bir neçə dəfə bizə izah eləyir ki, biz yalnız Qur'anla hökm eləyək və Qur'anda Allahın bildirdiyi ayələri insanlara çatdıraq. Öz mənfəətimizə görə ayələri mənfəətə satmayaq. Öz mənfəətlərinə görə Quran ayələrini öz mənfəətlərinə dəyişməyək. Quranda Allah Teala necə əmr eləyirsə, nə deyirsə, əgər sizin əleyhinizə olsa da o ayələri danışın, gizli saxlamayın. Çünki Bəqərədə Allah Teala deyir 159-cu ayədə Quran ayələrini danışmayan, onları gizləyənlərə Allah Teala da lənət eləyər, mələkləri də lənət eləyər, yəni dışlayar onu. Qiyamətdə də onun görəcəyi əzab olar. Müsəlman imam olsa da, əgər o Allahın ayələrini, bu ayə necə mən oxuyuram, bunu belə anlayan dilində oxumasa, Allahın qəzəbi ona tutar. Ayələrini görməzlikdən gələnlərə isə bu dünyada və axirətdə şiddətli əzab verəcəyəm. Hökm Allahındır. Allah deyir əzab verəcəyəm. Mən də bir başqası da bunu deməlidir demək məcburiyyətindəyik. Biz bunu sandıqda qoyub saxlayası deyilik. Bütün insanların Quranı sandıqdadır. O sandığın qıfılı açın, mənəvi deyirəm. Misal çəkirəm mən buna, mif deyirəm. Hər bir insanın evində Quranı var. Ancaq onu açıb oxuyan azdır. O deməkdir ki, Quran sandıqdadır. O sandıqdan onu alın, götürün, stol üstü kitab eləyin, onu oxuyun və təfəkkür edin, düşünərək, anlayaraq həyata keçirin. Biz Bəqərə surəsinin 159-cu ayədə Allahın bildirdiyi insanlardan olmayaq. Allah deyir ki, bu Quran ayələrini görməməzlikdən gələnləri, onları gizlədənləri, onları danışmayanları Allah lənət eləyər. Maidə 143 mi, 147 mi? Bu Quranla hökm etməyənləri Allah deyir, onlar kafirlərdir. Biz bu Quranla hökm etmirsə kafir olaraq Allah bizi adlandırır. Allah bizi kafir olaraq adlandırır, bir tərəfdən də lənətləyəcəyini deyir. Kim Quran ayələrini gizlətsə, hansısa mənfəətinə görə onu satsa, mənfəətlərinə dəyişsə, görməməzliyə gəlsə, kim olursa olsun, Allah deyir, əzabım şiddətli olacaq. Bunun üçün bu gündən sonra mən Mahmud danışmasın, bir filankəs danışsın, başqası danışsın. Bu Quran ayələri nə qədər biz gizli saxlayasıyıq. Sandıqda saxlamanın mənası yoxdur. Seyfdə Quranı saxlamanın mənası yoxdur. Quran seyf üçün göndərilməyib. Yenə mənavi deyirəm mən onu. Seyfdə o deməkdir ki, qapalı şəkildə siz onu saxlayırsınız, onu açmırsınız. Bu Quran seyflik deyil. Bu Quran ölü qəlbləri dirildən, ölmüş qəlbləri canlandıran kitabdır. Ölülərə oxuyuruq biz onu. Ölülərə oxumağın mənası nədir ki, ölü bir şey anlamır və eşitmir. Bu kitab ölmüş qəlbləri dirildən kitabdır. Yasinin özünü siz ölüyə oxumayın. Ölü onu eşitməyəcək, eşitsə də anlamayacaq. Çünki ərəbcəsini oxuyacaqsınız. Onu anlayan dilində ölmüş qəlbli olan insanlara oxuyun ki, sağ ikən onun ölmüş qəlbi dirilsin və imana gəlsin. Əfsuslar olsun ki, Quran hər kəs ölülərə oxuyur. Allah iman gətirib salih əməllər işlədənlərin mükafatlarını tam verəcək. Allah zalimları sevmir. Mükafatlarını tam verəcəyini deyir, yaxşı işlər görənlərin. Ancaq Quran ayələrini gizlədənlərə də şiddətli azab olacağını bildirir Allah Teala.
Maide 169 Allah yolunda öldürülenleri asla ölmüş sayma, əksinə onlar diridirlər. Onların diriliği bizim bildiğimiz dirilik şəkli değil, bu Allah'ın bildiği, bizim bilmədiyimiz dirilik şəklidir. Sahibləri qatında özlərinə rızıq da vardır. Rizq deyiləndə ancaq yemək nəzərdə tutulmur. Rizq olanda hər bir şey, hər bir yaxşılıq, hər bir şey, maddi mənəvi nə varsa rizq deyilir. Onlara Allah'ın öz lütfündən onlara verdiyi nemətlərə sevinir, arxalarınca gəlib hələ onlara çatmamış kəslərin heç bir qorxu ilə qarşılaşmayacaqlarına və onların kədərlənməyəcəklərinə müjdə vermək istəyənlər. Maide 171 Onlar Allah'ın nimetinə, lütfkarlığına həm də Allah'ın möminlərin mükafatını heçə çıxarmayacağına sevinirlər. Heç bir əməlimiz Allah Taala heçə çıxarmayacaq. Onlara müharibədə yaralandıktan sonra da Allah'ın və Peyğəmbərin dəvətini qəbul etdilər. İçərilərində yaxşı işlər görənlərə və Allah'tan çəkinərək qoruyanlar üçün böyük bir mükafat vardır. Allah'a və Rasula itaət və iman eləyənlər, əlimizdə olan Rəsul Qur'an-ı Kərimdir, ona iman etməyimiz lazım. Allah'a və Rasula. Ata-anaya iman yoxdur. Ata-anaya ancaq hörmət olur, yaxşılıq olur. Bəzi adamlar onlara cemaat sizə qarşı ordu toplayıbdır, onlardan qorxun dedilər. Bu onların imanı daha da artırdı və onlar Allah bizə yetər, o nə gözəl qoruyandır dedilər. 179 Allah pisi yaxşıdan ayırmayınca möminləri sizin olduğunuz vəziyyətdə tərk edən deyildir. Allah sizə qeybi də bildirən deyildir. Allah bizə qeybi bildirməz. Kimin nə zaman öləcəyi və ya qiyamətin nə zaman qopacağı. Allah bunları bizə bildirməz, lakin Allah öz elçilərindən uyğun gördüyünü seçər. Allah özü bilər hansı şəxsi elçi, peyğəmbər olaraq seçəcəyini. Odur ki, Allah'a və onun elçilərinə iman gətirin, itaət edin. İtaət yalnız bayaq dediyim kimi ancaq Allah'a və Rasulə, bugün əlimizdə olan kitaba itaət olur. Ana ataya itaət olmur. Ana ataya yaxşılıq, sevgi, şəfqət, məhəbbət olur. İtaət və iman yalnız Allah'a və Rasulə, əlimizdə olan Qur'ana olur. İtaət ona olur. Ana ataya, valideynə itaət sayılmır. Onlara hörmət və yaxşılıq edilir. Bunları qarışdırmayaq. Əgər iman gətirib özünüzü qorusanız, sizə böyük bir mükafat verirlər. Həqiqətən kitab əhlindən elələri də var ki, müsəlman, xristiyan və yahudi bunlara kitab verilib. Onlar da bizim kimi müsəlman olublar, yahudi və xristiyanlar. Onlar dini və kitabları təhrif ediblər. Onların dini də müsəlman kimi dinidir. Onların məscidləri də serkov dedikləri yerdə bizim kimi məscid olublar. Onlar formasını sonradan dəyişdiriblər. Allah'a müti olaraq həm Allah'a, həm də sizə nazil edilənə, həm də özlərinə nazil edilənə iman gətirir. Allah'ın ayələrini ucuz qiymətə satmırlar. Onların öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq hesab çəkəndir. Həm xristiyanların, həm yahudilərin iman gətirib yaxşı işlər görənlər də vardır. Onların da mükafatı Allah Taala öz qatında olduğunu deyir. Həm xristiyana, həm müsəlmana, müsəlman xristiyan və müsəlman yahudiyə mükafatlarının olacağını Allah Taala bildirir. İman əhli. Onların da bizim kimi namaz qılıb ibadət eləyənlər var. Hamısı bildiyiniz şəklindəki xristiyan və yahudi deyirlər. Həm yahudilərin, həm xristiyanların namaz qılan, oruç tutan, tək Allah'a inananlar var. Onların bəziləri də Boji Materi deyə şəkillərdə ikonlar olacaq. Boji Materi Allah'ın anası deyirlər. Onlar Məryəmi, İsa peyğəmbəri Allah kimi görürlər. Məryəm də Allah'ın anası. Belə şirk içində olanlar var. Ancaq onu, Məryəmi bir peyğəmbərin anası olduğu kimi görənlər də var. Nisa 40 həqiqətən Allah zərrə qədər də olsa zülm etməz.
Bizə Allah zülm edən deyil, biz özümüz özümüzə zülm edirik. Əgər qulun gördüyü iş yaxşı əməl olarsa, Allah bunu artırar və öz tərəfində böyük mükafat verər. Qoy dünya həyatını atıb axirəti satın alanlar Allah yolunda vuruşsunlar. Dünya həyatını atıb axirəti götürənlər. Kim Allah yolunda vuruşub öldürülürsə və ya qalib gələrsə, biz ona böyük bir mükafat verəcəyik. Nisa 113. Əgər sənə Allahın lütfi rəhmi olmasaydı, əlbəttə onların bir qismi səni doğru yoldan azdırmaq niyyətində olacaqlardı. Amma onlar özlərindən başqa heç kəsi azdıra bilməz və sənə də heç bir şeylə zərər vura bilməzlər. Allah sənə kitabı və hikməti, hikmət doğru hökm deməkdir. Qur'anı, sünnəni nazil etdi və bilmədiyin şeyləri sənə öyrətdi. Allahın sənə olan lütfü böyükdür. Hər bir peyğəmbərə Allah Taala həm kitabı, həm hikməti, doğru hökm çıxarma icazəsi verir və onları Allah Taala qoruyub. Onları hər bir şeyi Allah Taala onlara öyrədib. Onlar ümmi deyərək onlar bir şey yazıb poza bilməyən insanlar deyil. Belə anlayışlar doğru deyil. Peyğəmbər də Muhammed, Adəm əleyhissalamdır. Allah Taala onlara bizim bilmədiyimizdən də artıq bilgi və informasiyaları, adları, isimləri, hər bir şeyi öyrədiyini Quran ayələrindən görürük. Çünki Quran ayəsinin 113-cü ayəsinin Nisada Allah Taala deyir, bu hikmətli Qur'anı, sünnəni nazil etdi və bilmədiyin şeyləri sənə öyrətdi. Bilmədiyi şeyləri bütün peyğəmbərlərə öyrətdiyini Allah Taala Qurani-Kərimdə bildirir. Onlar bütün peyğəmbərlər qələmlə yazmağı bilirdilər və baxıb oxumağı bilirdilər. Onun kimi fizikada, kimyada hər bir dünya üçün lazım olan hər bir şey onlar bilirdilər. Hər bir şeyi bilən insanlar olub. Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Sədəqə verməyi və yaxşılıq etməyi yaxud da insanlar arasında sülh yaratmağa əmr edən şəxs isə istisnadır. Kim bunu Allahın razılığını qazanmaq üçün edərsə, biz ona böyük bir mükafat verərik. Kim insanlar arasında sülhü yayarsa, barışı yayarsa, Allah Taala ona mükafat verəcəyini bildirir. Biz də insanlar arasında sülh edən insanlardan olaq. 152 Nisa Allaha və onun elçilərinə iman gətirən və onlardan heç birinin arasında fərq qoymayanlara Allah öz mükafatını verəcəkdir. Allah bağışlayanlar rəhimlidir. Quranda keçən 25 peyğəmbəri arasında heç bir fərq qoymadan onlara iman etsək, Allah bizdən razı olar. Çünki peyğəmbərlər arasında fərqlər qoyub birini digərindən üstün edib və ya bir peyğəmbərin həyatını çox araşdırıb digərinə baxmasaq, bu aralarında fərq qoymuş kimi olur. 25 peyğəmbər biz bir gözlə hər bir peyğəmbərə baxmalıyıq, bir gözlə fərq qoymadan və aralarında fərq qoymayaraq heç bir peyğəmbərdə bu bizim peyğəmbər, o sizin peyğəmbər söhbəti eləməyək. 124 min peyğəmbər var anlayışı da heç bir Qurana əsası olmayan anlayışdır. Quranda adı keçən 25 peyğəmbər var. Cəmi cümlətən dünya yaradılışından Muhammedə qədər olan peyğəmbər sayısı 25-dir. 124 min heç bir əsası nə Qurana, nə sünnəyə, Allahın hökmünə uyğun deyildir bu söz. Kiminsə uydurduğu bir şey. İman gətirib xeyirxah işlər görənlərə gəldikdə isə Allah onların mükafatlarını tam verəcək və öz lütfündən onlar üçün istədiyi qədər artıracaqdır. Allah Taala etdiyi yaxşı işlərin mükafatını çox verəcəyini, əcrin, savabın çox verəcəyini deyir. Bunu müxtəlif ayələrdə, müxtəlif şəkillərdə bizə bildirir. Allaha ibadət etməyi özlərini ar bilənləri və təkəbbür göstərənlərə gəlincə, Allah onları ağırlı, acılı bir əzaba düşər edər. Əgər bir insan Allaha ibadət etməyi ar eləyirsə, bilib də, anlayıb da ibadət eləmirsə, anlayır. Əgər xəstədirsə və yaxud da ağlından ruhi xəstədirsə, onlar istisnadır. Ruhi xəstələrin günahı yoxdur. Əgər ağlı başında olan bir insan, kişi və qadın fərq eləmir. Əgər ibadət eləmirsə, namaz qılmırsa, oruç tutmursa, Allahın hökmləri ilə hökm etmirsə, haramlardan uzaq durub halal nemətlərdən istifadə etmirsə, ancaq hər bir etdiyi Qurana ziddirsə, Allah Taala deyir,
onları ağırlı acılı əzaba düçar edəcəyəm. Yəni bu qiyamətdə sonsuza qədər o artıq qiyamətdə qalacaq. Çünki bu dünyada biz Allah rızası üçün, bizim namaza, oruca, heç bir şeyə Allahın ehtiyacı yoxdur. Biz özümüz üçün onu eləyirik, Allahın rızasını qazanmaq üçün onu eləyirik. Namaz insanı pis və pisliklərdən uzaqlaşdırır. Həmçinin oruc, bütün ibadətlər insanı pisliklərdən uzaqlaşdırır. Əgər bir insan pisliklər eləyərək ibadət də eləyirsə, o imanı dadmayan insandır. Əgər imanı dadan bir insandırsa, o pisliklər eləməz. Pislikləri də, yaxşılıqları da birlikdə o eləməz. Möminsünüzsə, Allaha təslimsinizsə, Quranda Allah nə deyirsə onu eləyər. Onlar Allahdan başqa özlərinə nə bir himayədar, nə də bir yardımcı tapacaqlar. Həmin ibadət etməyi özünə ar bilənlərə nə himayəçi olacaq, nə özlərinə yardım edən olacaq. Əl-Maidə 8. Ey iman gətirənlər, Allah xatirinə ədaləti qoruyan şahidlər olun. Hər hansı bir cəmaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Kiməsə qarşı olan kin-küdrə, cəmaata qarşı olan kin-küdrə ədalətsizliyi bizə sövq eləməsin. Biz ədalətsizlik olmayaq. Kiməsə qarşı kin varsa, o kini qəzəbi boğaraq, o kini məhəbbətə çevirək. Düşmən kimi olmayaq. Çünki düşmən kimi olmağın, bu müsəlmanla dava eləyib düşmən kimi olmağın mənası nədir? Nə qədər biz bu dünyada yaşayırıq? Mal, dövlət üzərindən, hansısa uşaqlar üzərində və yaxud da miras üzərində düşmən olanlar var bir-biri ilə. Danışmayanlar, ömür boyu danışmayanlar var. Bildiyim o qədər insanlar var ki, qardaşlar arasında torpaq paylamalar eləyib, birinə az veriblər, digərinə çox veriblər. O onun həyatından yol eləmək istəyib, o onun həyatında zorla yol çıxarıb, biri digəri ilə danışmır. Belə şeylər, nə qədər belə şeylər biz davam edirik, nə qədər bu torpaq ərazi üzərində bizim davamımız olacaq, bu nasledstvo üzərində davamız olacaq, düşmənçiliyimiz olacaq. Nə qədər? Bu dünyada biz nə qədər yaşayırıq, nə qədər ömrümüz var? Ömrümüzü niyə bərəkətləndirmirik? Ömrümüzə mənəviyyatı niyə qatmırıq? Biz nə aparacağıq ora? 2 metr qəbir aparacağıq. 2 metr. Bir boyu uzun olanın bəlkə də 2 metr yarım olanın biraz onu uzun qazarlar ki, onu ora yerləşdirin. 2 metr yarımdan çox adam olmur uzun. Maksimum onu 2 metr qazırlar. Və biz ora nə aparırıq? Mənəviyyatdan başqa. Maddi heç bir şey apara bilmirik. Bu dünyada olub bitənləri unudun. Bu dünyada sizə nə deyibsə unudun. Kini unudun. Allah rızası üçün nə qədər cahil bir insan olursa olsun, onu Allah rızası üçün bağışlayın. Allah deyir, pisliyi yaxşılıqla ört. Əgər sizə bir insan pislik eləyibsə, yaxşılıqla o pisliyi ört. Bizim bu qədər mərhəmətli olmağımızı Allah istəyir. Əgər Qur'anı oxuyub Qur'an tələbəsi olan insan, biz müsəlmanlar Qur'an tələbəsi olmalıyıq. Hər bir insan 70 yaşındasansa, 20 yaşındasansa, biz hamımız öyrənə qədər Qur'an tələbəsiyik. Öyrənməliyik. Ədalətli olun, bu təqvaya daha yaxındır. Allahdan çəkinərək özünüzü günahlardan qoruyun. Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. Allah iman gətirib salih əməllər edənlərə vəd etmişdir ki, onlar üçün bağışlama və böyük mükafat vardır. Kafir olub ayələrimizi yalan sayanlar isə cəhənnəm sakinləridir. Allah Teala yenə təkrar elədi. Yenə başqa bir ayədə bildirdi. Maidə 10-cu ayədə kafir olub ayələri inkar edənlər, kafir olub ayələri görməzlikdən gələnlər, onu anlamaq istəməyənlər, onu öz dilində danışmayanlar, ondan hökm çıxarmayanlar kim olursa olsun. Allah Teala deyir, Maidə 10, kafir olub ayələrimizi yalan sayanlar isə cəhənnəm sakinləridir. Açıq, aydın. Əgər bu gündən sonra kim sizə desə, Qur'an öz dilimizdə oxuyan kitab deyildir, sən onu anlamazsan, sən onu Azərbaycan dilində, Türk dilində oxuma desə, həmin insan cəhənnəm sakini olduğunu Allah Teala deyir, mən demirəm. Çünki o insan sizi Qur'andan soğudaraq, Qur'andan sizi uzaqlaşdırmaya çalışacaq. Mən və yaxud da digər birisi
sizi Qur'ana dəvət edirəm. Mən niyə sizi Qur'ana dəvət edirəm? Çünki Allah Taala bizi Qur'ana dəvət edir. Mən də sizi Qur'ana dəvət edirəm ki, sandıqda olan o seyfdə olan Qur'anı açıb oxuyub hökm edəsiniz deyə. Mənəvi seyf deyirəm. Şkaflardadır, bilirəm. Elə müsəlman yoxdur ki, onun evində Qur'an-ı-Kərim olmasın. Nə ya divarda asılıbdır, ya da şkafdadır, toz içərisindədir. Onu illərlə açmayan müsəlmanlar da var. Ancaq evdə ölü olanda açar və yaxud da toy olanda bəy və gəlin Qur'anı belə yuxarıda qoyub, tutub bəy və gəlin o Qur'anın altından keçərlər ki, ömürləri bərəkətlənsin. Ömür biz belə bərəkətləndirənlər də var. Allah Taala ömrümüzə, qazancımıza ruzini, bərəkətini verən uca Allahdır. Biz bunu uca Allahdan istəyək. Qur'anı bütləşdirməyək. Qur'anı o mənada bütləşdirməyək ki, Qur'andan bir şeylər istəməyək. O məni sağaltsın, o Qur'anın altından keçək, onu oxuyub xəstəlikləri özümüzdən uzaqlaşdıraq, cin çıxaraq, şeytan özümüzdən uzaqlaşdıraq, cin girən adamlar var, hal basanlar var. Bu şeyləri eləmək. Qur'an bunun üçün göndərilməyib. Qur'an oxuyub anlasın deyə göndərilən, Allahın hökmləri biləsiniz deyə göndərilən kitabdır. Əl-İsra 9 həqiqətən bu Qur'an insanların ən doğru yola yönəldir və yaxşı işlər görən möminlərə özləri üçün böyük mükafat olacağı ilə müjdə verir həmin kitab. Müjdə verir bizə. Əl-Kəhf 1. Kitabı öz qoluna nazil edən və ondan heç bir nöqsana yol verməyən Allaha həmd olsun. Həmd hər bir şeyi ən gözəl şəkildə etmək Allaha məxsusdur. Allah öz tərəfindən gələcək şiddətli bir əzabla günahkarları qorxutmaq, yaxşı işlər görən möminləri gözəl mükafata nail olacaqları ilə müjdələmək üçün bu kitabı dopdoğru, şübhəsiz şəkildə nazil etdi. Bu Quranda heç bir şübhə yoxdur. Əl-Qasas 52. Qur'andan əvvəl özlərinə kitab verdiyimiz kəslər ona iman gətirirlər. Onlara Qur'an oxunduğu zaman biz ona iman gətirdik. O həqiqətən də Rəbbimizdən olan haqdır. Biz ondan əvvəl də müsəlman idik deyirlər. Bütün iman əhli belə deyir. Müsəlmanlar Adəm əleyhissalamın yaradılışından bu günə qədər bütün insanlar müsəlmandırlar. Və namaz qılırlar, ibadət edirlər. Bizim etdiyimiz Qur'anda olan bütün ibadət şəkilləri, halalları, haramları, Allahın hökm və Allahın fərz və sünnətləri keçərlidir. Adəm əleyhissalamdan bu Qur'an var, yaşayır. Səbir etdiklərinə görə onlara mükafatları 2 qat veriləcəkdir. Onlar pisi yaxşılıqla dəf edir və özlərinə verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər. Nə gözəl ayələrdir. Pisliyi yaxşılıqla dəf edirlər və özlərinə verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər. Sağ ikən biz yaxşılıq eləyək ki, biz savab qazanaq. Öldükdən sonra milyardlarımız da olsa belə, artıq o bizim deyil. O bizim nəslimizdə olan insanlara düşür, nasliyetstvo düşür. Biz sağ ikən, əlimizdə imkan var ikən, biz Allah rızası üçün yaxşılıqları eləyək. Öldükdən sonra biz ada bilə sahib deyilik. Ad familiyamız olmur. Biz ölürük, cənazə oluruq, meyit oluruq. Bizi bastıracaqlar. Bunun üçün biz sağyıq. Hələ ki yaşayırıq, Allah rızası üçün yaxşılıqları eləyək. Allah rızası üçün malımızdan artıq qalanı ehtiyac sahiblərinə verək, düşənə əl uzadaq, darda olana köməklik göstərək, etdiyimiz yaxşıları göstəriş və minnət qoyaraq eləməyək, yaxşı şəkildə, gözəl şəkildə, göstərişsiz, reklamsız yardım eləyək. Bunu etdiyimiz halda mən danışdığım şeylərin hamısı Qur'andan danışıram, mən özümdən danışmıram. Çünki digər bir insanın, digər bir şeyxin, müridin, imamın, mollanın söhbətləri mən niyə eləyim? Onlar da günah əhlidirlər. Günah olmayan insan yoxdur. Həmd Allaha məxsusdur. Hər bir şeyi ən gözəl şəkildə, hər şeyi ən gözəl, nöqsansız yaradan uca Allahdır. Və Allah Taala bu Qur'anı da gözəl şəkildə heç bir nöqsa, heç bir aşıbqa, səhv olmadan dopdoğru şəkildə göndərdiyini bizə bildirir. Və biz ondan hökm eləyək. Əhzab 28. Ey Peyğəmbər zövcələrinə de, əgər siz dünya həyatının və onun bərbəzəyini istəyirsinizsə,
Gəlin sizə dünya malı ilə məmnun edib gözəl tərzdə sərbəst buraxım. Yox, əgər Allahın, onun elçisi və axirət yurduna istəyirsinizsə, bilin ki, Allah aranızda yaxşı işlər görənlər üçün böyük bir mükafat hazırlamışdır. Peyğəmbər zövcələrinə belə buyurur, dünyalıq istəyirsə dünyalıq verin, ancaq axirət yurdu istəsəniz, axirət yurdunun daha yaxşı olduğunu bildirir Allah Taala. Ey Peyğəmbər, zövcələri sizdən hər kim açıq, aydın, aşkar bir çirkin iş görsə, onun əzabı 2 qat artar. Bu Allah üçün asandır. Peyğəmbər zövcələrin etdiyi cinayət, pis işin cəzası 2 qat olduğunu Allah Taala Qurani-Kərimdə bildirir. Çünki həm peyğəmbər, həm o şəxslər Allahın seçib göndərdiyi şəxslər əgər günah eləsələr, onlara cəzanın 2 qat olacağını Allah Taala Quranda bildirir. Biz etdiyimiz hər bir pisliyə, bir günaha qədərincə, onun bədəli ilə, misli ilə cəza alırıq. Ancaq Peyğəmbərin zövcələrinə və yaxud da Peyğəmbərlərin etdiyi günahlara 2 qat cəza olacağını Allah Taala bildirir. Möminlərin ona qovuşacaqları gün xeyir duaları salam olacaqdır. Allah onlara olduqca gözəl mükafat hazırlanmışdır möminlərə. Ey Peyğəmbər, həqiqətən biz səni şahid, müjdəçi və xəbərdar edən olaraq göndərdik. Bütün Peyğəmbərlər şahid, xəbərdar eləyən müjdəçilərdir. Bütün Peyğəmbərlərin vəzifəsi yalnız Allahın ayələri bizə Allahın hökmləri olduğu kimi çatdırmaqdır və bütün Peyğəmbərlər özləri də özlərinə nə vəhiy olunubsa ona uyarlar. Yasin 11. Sən ancaq zikrə tabi olub, mərhəmətli Allahı görmədən ondan çəkinən şəxsə haqqı bildirə bilərsən. Onlara bağışlama və çox gözəl bir mükafatla müjdələ. Həqiqətən ölüləri dirildən, onların bu dünyada törətdiklərini və tərk etdiklərini yazan bizik. Biz hər şeyi açıq aydın yazıda qeydə almışıq. Qiyamətdə qarşımıza əməl dəftərləri qoyulacaq və yaxşı və pisi nə qədər olduğunu Allah Taala bizə göstərəcək. Muhammed 36. Həqiqətən dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Əlimizdə nə varsa, zənginlik, oğul, uşaq sahibi, mal, dövlət, nə varsa hər bir şey Allah Taala deyir, oyun, əyləncədən ibarətdir. Əgər iman gətirib qorunsanız, Allah sizə mükafatlarınızı verər və sizdən mal dövlətinizi istəməz. Allah Taala bizdən heç bir mal dövləti istəmir. Allah Taala bizdən sədaqə verməyi istəyir ki, bizim qazandığımızla ehtiyac sahiblərə yardım eləyək və bunu Allah bizdən istəyir. Allah bizdən istəyir ki, imtahan həyatında darda olanlara biz əgər imkan sahibi isə, bizdə imkan varsa darda olanlara Allah rızası üçün kömək edəcək bir şəxs kimi yetişdinmi? İmanlı şəxs olaraq yetişdinmi yoxsa yox, Allah bunun üçün bizi sınağa çıxarır, sınağa çəkir bizi. Əksinə bizə mal dövlət verən uca Allahdır. Həl-Hədid 7. Allah və onun elçisinə iman gətirin, sizin ixtiyarınıza verdiyi maldan xeyirxah işlərə sərf edin. Əlinizdə olan maldan artıq qalanı Allah yolunda xərcləyin. Sizdən iman gətirib Allah yolunda malları xərcləyənləri böyük bir mükafat gözləyir. Yaxşı işlər görməkdə bir-biri ilə yarışın və malınızdan artıq qalanı Allah yolunda xərcləyin. Kimdir o şəxs ki, Allaha gözəl bir borc versin, Allah yolunda malını yaxşı işlərə sərf etsin. Allaha borc vermək o mənada ki, Allah yolunda malını xərcləyənlər, Allah rızası üçün ehtiyac sahiblərinə, insanlara, darda olanlara, köməyə ehtiyac olanlara, bunlara əgər malınızdan xərcləsəniz, Allaha gözəl bir borc vermiş olursunuz. Böyük mükafat isə Allah yanındadır axirətdə. Ət-Tin 6. İman gətirib xeyirxah işlər görənlər istisna olmaqla onlar üçün tükənməz mükafat hazırlanmışdır. Bugünkü Qurani-Kərim söhbətimiz əcr ilə əlaqəli oldu. Əcrin Allahın bizə yaxşı işlərə görə verdiyi mükafat olduğunu Quran işığında gördük. Biz hər zaman bütün məsələlərdə yolumuzu aydınlatan, ölmüş qəlbləri dirildən, mərhəmətin zirvəsi uca Allahın bizə əmr etdiyi qaydalarda yaşayışımızı Quran yolu ilə nizamlayaq. Quranı ölülərə deyil, qəlbləri ölmüş olanlara oxuyaq ki, ölü qəlbləri dirilsin.
Quranı da öz dilimizdə Azərbaycan, Rus, Türk anlayan dilində oxuyaraq, anlayaraq yaşayaq və hər zaman Quranı anlayaraq yaşayaq. Allah Taala bu dini doğru anlayan, doğru yaşayan və doğruları insanlara çatdıran, haqq olan dini insanlara çatdıran bəndələrdən olaq. Bu dünyada, axirətdə bizə xoşbəxt olar. Quran yolu ilə gedənə nə qorxu var, nə üzüntü var. Söhbəti dinlədiyinizə görə minnətdarlığımı bildirirəm. Sağ olun, var olun. Allah razı olsun.